Salam əziz şagirdlər. Bildiyiniz kimi 9-cu siniflərin imtahanına az qalıb və bunun üçün 9-ların sınaq izahına baxırıq. İlk öncə siz videonu dayandırıb sınaqları işləyib, daha sonra isə izaha baxa bilərsiniz. Bu daha effektli olur. Bunun üçün sizə sınaqları göstərirəm, sınaqdakı sualları. Beşinci sualımıza baxaq. Bildiyiniz kimi 9-cu siniflərə 3 short text düşür, yəni qısa məzmunlu mətnlər. Mətni oxuyub, suallara cavab, yəni ümumi məna çıxartmalıyıq, düzgün cavabı seçməliyik. Və baxırıq 5-ci sualımıza. The City Art Museum will open next section for modern art next Monday. Və bu tip ümumiyyətcə nəinki short textlərdə, böyük mətnlərdə, qısa mətnlərdə, hətta dinləmədə belə biz tarixlərə, zamanlara diqqət yetirməliyik. Baxırıq ki, deyir ki, İncəsənət Muzeyi növbəti birinci gün, yəni bazar ertəsi açılacaq. Və digər demək zaman bildirən sözə diqqət yetiririk. Muzey saat 10-dan 6-ya kimi hər gün açıq olacaq, except Sunday. Bazar günündən başqa. Yəni bazar günündən başqa saat həftənin digər günləri saat 10-dan 6-ya kimi açıq olacaq. Variantlara baxırıq. A variantı ilə doğrudur. Deyir ki, muzey bazar günləri bağlı olacaq. Doğrudur. Deyir ki, bazar günündən savayı digər günlər açıq olacaq. B variantında deyir ki, gələnlər pul ödəməlidir, ödəniş etməlidir. Belə bir şey yoxdur. C variantında deyir ki, bazar günü açılacaq. Amma orada deyir ki, təbii ki, bazar ertəsi açılacaq birinci günü deyir. D variantında ümumiyyətcə demişəm sizə. Yəqin ki, əvvəlki izahlarımızda qulaq asmısınız. Əgər bizdən doğru cavabı soruşursa, adətən only olan variantları çıxırıq. Çünki only olan variantlar adətən yanlış cavablar olur. Cavabımız A variantı. 6-cı suala baxırıq. Bu tip müraciət ünvanlanan tekstlərdə, mətnlərdə biz əsas fikir verməliyik ki, bu müraciət kimə ünvanlanır? Cənab Clarka ünvanlanır və kim tərəfindən yazılır? Miss Hill tərəfindən yazılır. Yəni kimə yazılıb və kim yazıb, buna diqqət yetirmək lazımdır. Demək, bizim məktəbimizin təmizlik günü növbəti Saturday, şənbə günü təmizlik günü təşkil edir və baxırıq ki, deyir biz sizi və sizin şagirdlərinizi dəvət edir ki, şagirdləriniz gəlib parkda zibil toplamaqda iştirak etsinlər, bu tip. Baxırıq variantlara. Deyir ki, cənab Clark futbol asked soruşur təşkilat haqqında, amma xeyr. Bu demək məktub ona ünvanlanıb. O heç bir şey soruşmur, heç bir şey demir. Bunun üçün A variantı yanlışdır. B variantında Miss Hill invites Clark doğrudur. Deyir ki, xanım Hill dəvət edir cənab Clarkın şagirdlərini təmizlik aksiyasına qoşulmağa. Demək, doğrudan da bu belədir. B variantımız doğrudur. Elə bunun üçün doğru cavabımız B variantı. C variantında deyir ki, məktəb binasının içərisində keçiriləcək, amma bu parkda keçirilir. Yəni parkdakı zibilləri toplamaqda dəvət edir. D variantında şagirdlər kitablarını gətirirlər, qələmlərini gətirirlər. Yəni bu uyğun deyil. E variantında isə deyir ki, nədir? Təmizlik günorta başlayacaq. Belə bir şey də yoxdur. Cavabımız B variantı. Və növbəti sualımız 7-ci mətnə baxırıq. Join our fun English summer club this July. Improve your speaking skill, meet new friends and enjoy outdoor activities. Və variantlara baxırıq ki, yenə də ingilis dili yay klublarına bu iyul demək başlayacaq ingilis dili yay klublarına qoşulmağa dəvət edir. Öz danışıq demək speakinginizi, bacarıqlarınızı inkişaf etdirəcəksiniz, yeni dostlarla görüşəcəksiniz və outdoor activities, yəni məşğuliyyətlərdən, çöl məşğuliyyətlərindən istifadə edəcəksiniz. Demək, baxaq variantlara. Ümumiyyətcə heç yəni baxmadan only olan variantları silirik.
A variantı yanlışdır. Only var. B variantında yenə də only var. Only olan variantları silirik. C variantında deyir winter qışda açılır. Amma bu görürük ki yay ayıdır. Təbii ki çıxırıq. Sonra D variantına baxırıq. Course free for everyone. Hər kəs üçün deyir. Nədir? Hər kəs üçün qatıla bilər. Belə də bir şey yoxdur. Cavabımız E variantı. Yay klubu, idman və speaking inkişaf üçündür. Cavabımız E variantı. Və mətnimizə baxırıq. Lake Chad is large. Baxırıq ki, Çad gölündən danışır. Tərcümə eləyək. İlk öncə Çad gölü Mərkəzi Afrikada yerləşən böyük, şirin sulu göldür. Bu, onu əhatə edən ölkələr üçün ən vacib su mənbəyindən biridir. Göl əsasən bir neçə çayla təchiz olunub. Demək, Çari və Lagon çayları. Ərazidəki iqlim istidir və ilin əksər hissəsində ərazidə yəni yağıntı düşmür, demək olar ki, az yağış yağır. İkinci paraqrafa baxaq. Bir neçə 10 illik demək əvvəl, 10 illiklər əvvəl Çad gölü Afrikanın ən böyük göllərindən biri idi. Lakin 20-ci əsrin ikinci yarısında göl kiçilməyə başladı. Və əsas səbəblərdən biri çay suyunun kənd təsərrüfatı və suvarma üçün istifadə olunmasıdır. Əsas səbəblərdən biri demək, baxın, kənd təsərrüfatında istifadə olunmasıdır. Və bunun nəticəsində suyun səviyyəsi xeyli aşağı düşür və göl daha da kiçilir. Çad gölünün kiçilməsi ciddi ekoloji problemlərə səbəb olur, hətta sosial problemlərə səbəb olur. Keçmişdə Çad gölü balıqçılığı, əkinçiliyi və gündəlik həyat üçün faydalı idi, həyatı dəstəkləyirdi. Bu gün su ehtiyatları azalıb, bir çox balıq növü yoxa çıxıb və yerli əhalinin gəlir mənbələri də yəni itirilib, azalıb. Bugün gölün yalnız kiçik bir hissəsi qalıb. Alimlər xəbərdarlıq edirlər ki, vəziyyət yaxşılaşmasa Çad gölü gələcəkdə daha da kiçilə bilər, yəni kiçilməyə davam edəcək. Baxırıq 8-ci suala. Mətin nə haqqındadır? A variantı kiçilən göl haqqında, elə doğrudur cavabımız. Yəni bilirik ki, göl kiçilir. B variantında deyir ki, Afrikanın ölkələri haqqında belə bir şey yoxdur burada. Demək, C variantında Çad gölü ətrafında yerləşən təbiət haqqında, vəhşi təbiət haqqında belə bir şey yox idi. Çaylar haqqında, Çad gölünə tökülən çaylar haqqında yenə də dəxli yoxdur və Mərkəzi Afrikanın demək, kənd təsərrüfatı haqqında, təsərrüfat ənənələri haqqında belə bir şey yoxdur. Cavabımız A variantı. 9-cu sualda bizdən false, səhv variantı soruşur. Baxaq görək, səhv variantımız E variantıdır. Deyir ki, Çad gölü böyüməyə başlamışdır. Lakin burada biz bilirik ki, mətndə Çad gölü kiçilməyə başlamışdır deyir. Bunun üçün cavabımız, yəni bizdən də yanlış cavabı soruşduğu üçün, baxın, small kiçilməyə başlamışdır. Cavabımız E variantı. 10-cu sualda cümləni tamamlamalıyıq. Lake Chad, yəni Çad gölü, məsələn, A variantını oxuyanda əsasən deyir ki, Nil çayı ilə demək, əsas hissəsi Nil çayındandır. Belə bir şey yoxdur. Sonra baxaq görək B variantında deyir ki, bir vaxtlar daha böyük ərazini əhatə edirdi. Elə cavabımız doğrudan da budur ki, B variantı. C variantında deyir ki, has cold climate, soyuq iqlimə, qışları çox soyuq iqlim idi, amma yəni Mərkəzi Afrikada yerləşirsə təbii ki, soyuq iqlim olmayacaq, iqlimi soyuq olmayacaq. D variantında il boyu bol yağış yağır, amma xeyr, orada yağış yəni az yağıntı düşürdü, bunun üçün yanlışdır. E variantında isə 1960-cı illərdən bəri daha böyüyüb, xeyr, daha da kiçilib. Cavabımız B variantı. 11-ci suala baxırıq, suala cavab veririk. Why did Lake Chad start to shrink? Shrink kiçilmək, balacalanmaq deməkdir. Yəni deyir nə üçün Çad gölü kiçilmişdir? Cavabımız, məsələn, A variantında deyir ki, çünki güclü yağışlar yağırdı. Xeyli yağış gücü yağsa niyə kiçilər ki, daha da böyüyər. İnsanlar balıqçılığı dayandırmışdır. Buna görə təbii ki, göl kiçilməz. Deyir, iqlimi soyuq idi. Təbii ki, orada soyuq iqlim yox idi. İsti iqlim olsaydı yenə də deyərdik.
D variantında deyir ki, çünki yaxınlığında yeni göllər əmələ gəlmişdir. Belə bir şey də yox idi. Cavabımız E variantı. Çay suyunun suvarma üçün istifadə edildiyi üçün bunun üçün kiçilmə baş vermişdir. Cavabımız E variantı. 12-ci sualda doğru cavabı soruşur bizdən. Demək, doğru cavab baxaq variantlara. Göl soyuq iqlim zonasında yerləşirdi. Xeyr, soyuq yox. Yenə deyirəm, təbii ki, Afrikada yerləşirsə, bu isti iqlim zonasında yerləşir. Bir yanlışdır. 2-yə baxırıq. Demək, göl gələcəkdə kiçilməyə davam edəcək. Bəli, təbii ki, doğrudur. Shrink mətnində də verilmişdi. Yəni kiçilməyə davam edəcək. Yəni alimlər də xəbərdarlıq etmişdi. 3-ə baxırıq. Çad gölü keçmişdə daha böyük idi. Təbii ki, keçmişdə böyük idi. Yalnız indi kiçilməyə başlayıb. 4-də bölgələrdə il ərzində yağıntı yüksək olur. Xeyr, belə bir demək variant yox idi. Yağıntı az olur. Növbəti sualımız qrammatika sualıdır. 13-cü sualda baxırıq ki, bizdən plural nounlar istəyir, cəm isimlər istəyir. A variantında illness təkdir, yanlışdır A variantı. B variantında qis cəm isimdir. Seasons classes B variantı doğrudur. C variantında chess sayılmayan isimdir və bilirik ki, sayılmayan isimlər hər zaman tək olur. D variantında physics sayılmayan isimdir. Yanlışdır və demişik ki, adətən sonu bu sözlə bitirsə, ICS-lə bitən sözlər, yəni sayılmayan, adətən sayılmayan sözlərdir. Düzdür, bəzi istisnalar var və E variantında isə sonu double S-lə bitən sözlər təkdədir. Cavabımız B variantı. 14-cü suala baxırıq. Bizdən eyni mənalı sözlər istəyir. Robə oğru, çift oğru. Cavabımız A variantıdır. 15-ci sualda sözləri uyğunlaşdırmalıyıq. Demək, cavabımız A variantıdır. Birey, demək, A variantı dəyər, hər ikisi dəyər deməkdir. 2-də demək, pis, worse pis, less good, yəni yaxşı olmayan, yəni 2-yə gedər. B variantı. 3-də was zənginlik, a lot of money, yəni çoxlu pul olmaq. Cavabımız A variantı. 16-cı suala baxırıq. A state of being poor. Kasıblıq mənasını verir. Bu da poverty, kasıblıq. 17-ci sual. Preposition mövzusudur. Yəni sözünləri mövzusudur. Baxaq, demək, ümumiyyətcə made kim tərəfindən? Baxırıq ki, cümləmiz məchul növdədir. Yəni məchul növdə işi görəni bildirmək üçün bilirik ki, by sözünündən istifadə olunur. Onun üçün digər variantları çıxırıq və ikinci tərəfdə birthday var. Demişik ki, əgər sözün tərkibində və yaxud da tərkibində olmasının yalnız day sözü gəlirsə, orada on sözünü verilməlidir. Cavabımız B variantı. 18-ci suala baxırıq. Demək, modal feillərdir. Have-in yanında to olmalıydı. Bunun üçün yanlışdır. Have-in to'su yoxdur. Bunun üçün yanlışdır. Cold-dan sonra to gəlməz. Yanlışdır. D variantı da. Və might-dan sonra yenə to gəlməz. E variantı da yanlışdır. Am able-un to'su yoxdur. To be able to ifadəsini bilirik. Cavabımız B variantı. 19-cu sual mübtəda xəbər uzlaşmasıdır. Baxırıq ki, gələn isimimiz cəmdir. Mübtədamız cəmdirsə, təbii ki, xəbərimiz də cəm olacaq. Bunun üçün 1, 3 gedir. Cavabımız 2, 4, E variantı. 20-ci suala baxırıq. Sual cümləsidir və cümlədə diqqət edirik ki, last weekend var. Demək, last bilirik ki, keçmiş sadə zamanın zərfidir. Bunun üçün də keçmiş zamanın A variantı do, indiki sadə, C variantı will gələcək zaman, are wasting indiki davam edici, have isə indiki bitmişin demək sualını verir. Cavabımız bilirik ki, keçmiş sadə zamanın sualı did ilə verilir. B variantı və did olanda feil qayıdır keçmiş zamandan indiki zamanına. Cavab B variantı. 21-ci sualda passive voice, məchul növü soruşur. Ümumiyyətcə cümlədə will varsa bizə will be, yəni shall be, will be lazımdır. Bunun üçün digər variantları silirik. Məsələn, E variantında willdən sonra be olmalı idi. Yanlışdır.
D variantı are, am, is, are bunlar indiki sadə zamanın məhsul növünü düzəldir. Demək, əgər cümlədə məhsul növdə mübtəda, məlum növdə verilən mübtədanı məhsul növdə mütləq çıxartmalıyıq. Yəni Z ilə verilibsə məlum növdə biz Z ilə qaytara bilmərik o cümləni. B variantı da yanlışdır. İki variant arasında qalanda baxaq cümləyə. Tamamlığımız the results. Gəlir cümlənin əvvəlinə. Will be və fiil keçmiş zamanda olmalıdır. Burada fiilimiz indiki zamandadır. Bunun üçün yanlışdır. Cavabımız A variantı. Biraz səliqəsiz oldu. 22-ci suala baxırıq və baxırıq ki, ümumiyyətlə cümləmiz indiki bitmiş zamandansa mütləq biz sinsi götürəcəyik. Digər variantlara heç baxmırıq. 23-cü suala baxırıq. Demək, takova işi mövzusudur, ayrıcı suallardır. Əgər cümlədə bizə to be ilə verilibsə, to be-nin ümumiyyətcə hansı zamanla verilirsə, eyni zamanla da qayıtmalıdır. Yəni baxırıq ki, bizə to be-nin indiki zamanı ilə verilibsə, təbii ki, to be və indiki zamanı ilə qaytarmalıyıq. Bunun üçün C variantın və E variantını çıxırıq. Və bilirik ki, vergülə qədər olan hissə təsdiqdirsə, digər tərəfi inkarı verməliyik. Bunun üçün B variantı da gedir və mübtədəyə fikir veririk. Ship bilirik ki, cəm isimdir. Əslində təki cəmi eyni olan isimdir. Amma tək isim olsaydı bunun xəbəri ar yox, iz olardı. Demək ki, ship burada cəm isimdir və cəm isimində qayıdışı təbii ki, cəm mübtəda ilə olar, aren't Z olardı. Cavabımız D variantı. 24-cü suala baxırıq. Article mövzusudur Və baxırıq ki, isimimiz sayılan tək isimdir. Mütləq qeyri-müəyyən artiklı verməliyik. Sayt ilə başladığına görə ən artiklı verəcəyik. Bunun üçün digər variantları çıxırıq. Və tək isim olduğu üçün yenə də mütləq artikl verməliyik. İkinci tərəfə baxırıq. International yenə də sayt ilə başladığı üçün hər iki tərəf ən artiklı. Cavabımız E variantı. 25-ci suala baxırıq. Yenə də bizdən antonimləri soruşur. Antonimlər isə weakness, zəiflik, strength, güclü. Bunun üçün 2 antonimdir və 4. Cavabımız 2, 4. Demək, məsələn, mənalarına diqqət yetirək. Marriage, evli, nikah, wedding, toy, yəni eyni mənadır. Demək olar ki, sinonimdir. 2-ni dedik ki, zəiflik, güclülük, yəni antonimdir. 2 doğrudur. 3-ə baxırıq. Advantage, üstünlük və benefit, faydalı, yəni eyni məna verir belə götürəndə. 4-də isə defeat, məğlub etmək, victor isə qələbə deməkdir. Daha doğrusu məğlubiyyət, victory qələbə deməkdir. Cavabımız 2, 4. Demək, növbəti 26-cı sualımız isə esse yazmaqdır. Şəkillərə diqqət edib esse qurmalısınız. Esse yazmaqda demək, giriş, əsas, sonluğa diqqət yetirmək lazımdır. Növbəti videolarda isə esse yazmağın qaydalarını öyrənərik inşallah. Sağ olun, hər birinizə uğurlar arzulayıram.